Bakı şəhəri Nəsim rayonu Həzaslanov küçəsi 55 ünvanında yaşayan vətəndaş Ruzanna İdrisova mülkünün əlindən alınmaq istədiyinə dair müraciət ünvanlayıb. Yeniçər Ağazın məlumatına görə İdrisovanın iddiasında bildirilir ki, paytaxtın mərkəzində Fəvvarələr meydanının yaxınlığında olan tarixi bina bəzi məmurlar tərəfindən zəbt edilir. Vətəndaş bildirib ki, Yevlax rayon İcra Hakimiyyətinin başçısı Anar Tağıyev və Milli Məclisin yerli icra hakimiyyətləri ilə iş şöbəsinin müdürü Teymur Tağıyevin atası Agil Tağıyev onun evinin binanın blokuna olan qapısını hörüb. Agil Tağıyevin binadakı mənzilləri bir-bir satın aldığını vurğulayan İdrisova evlərinə pəncərədən girib çıxdıqlarını qeyd edir. Bu blokdakı mənzilləri Agil Tağıyev bir-bir alır. Biz bu mənzili alandan Agil Tağıyev və adamları bizi təhdid edir ki, bu mənzili ucuz qiymətə bizə satmalı və ərazini tərk etməlisiniz. Biz öz qanuni mülkümüzə giriş edə bilmirik. Agil Tağıyev oğlanlarının adından istifadə edərək blokdan evimizə olan giriş qapısını bağlayıb. Vətəndaş qarşılaşdığı qanunsuz halla bağlı ölkə başçısı İlham Əliyevdən birinci vitse-prezident Mehriban Əliyevadan kömək istədiyini bildirib. Səsləndirilən iddialarla bağlı qarşı tərəfində mövqeyini işıqlandırmağa hazırıq.